Görə buyurun. Daha çox burada yaranma səbəbləri kimi biopsixososial səbəblər götürülür. Bioloji səbəb kimi o dırnaqarası xoşbəxtlik hormonu, neyrotransmitter, serotonin azlığına bağlı bununla əlaqələndirirlər və bizim də müalicəmiz daha çox bu istiqamətdə olur. Antidepressantlardan istifadə olunur. Əlavə olaraq ehtiyac olarsa tranquilizatorlar qoşulur. Psixoloji səbəbləri var. Burada yaşanmış hansısa bir stres ola bilər, yaşanmış bir travmalar ola bilər. Genetika da əslində rol oynayır. Məsələn, çox vaxtı gəlir pasiyentlər bizim yanımıza. Baxırsan ki, 18 yaş var, 20 yaş var, 25 yaş var. Çox vaxt olanla danışanda aydın olur ki, əksəriyyətinin valideynində də bu problem var. Təşvişdən əziyyət çəkir. Fikirləşin ki, bir insanda uşaqdır, uşaq dünyaya gəlir kimi görür, valideyni görür və valideyni güvən mənbəyi kimi görür. Valideyn yəni özünü güvənli hiss edir. Ancaq valideyni deyir ki, panik ataklar var, panik pozuntu var və hər dəfə tez-tez ataklar tutur bu insanda. Hər dəfə həyəcanlanır, təcili yardım çağırır və hər dəfə uşaq bunu görəndə uşaqda qorxu yanır artıq və yaxud da ki, deyək ki, klaustrofobiyası var, valideyn liftə minə bilmir, liftə minəndə aşırı həyəcan keçirir. Artıq uşaqda da belə bir fikir formalaşa bilər. Deməli, lift təhlükəlidir, misal üçün. Və artıq çox vaxtı görürsən ki, bu təşviş pozuntularında olur, obsessiv-kompulsiv pozuntudan əziyyət çəkən valideynlərin, uşaqların daha çox rast gəlinir bizə. Hansı ki, o təmizkarlıq var, hər şey təmizləməlidir, hər şeyin səliqəsinə fikir verməlidir və bunu aşırı uşaqdan tələb etdiyi üçün belə valideynlərin, belə deyək, sağlam valideynlərlə müqayisə edəndə bu təşviş pozuntusundan əziyyət çəkən insanların, valideynlərin, uşaqların daha çox müşahidə olunur. Yəni, mən praktikada belə görürəm. Bu da bunun yaranmasına rol oynayır. Sosial səbəblər var. Qaçqınlıq ola bilər, maddi gəlirin az olması ola bilər, işsizlik ola bilər. Davamlı stres, biz həmişə deyirik, stres xəstəlik deyil. Ancaq davamlı olan bir stres artıq bir çox xəstəlikləri gətirib çıxarır, həm psixoloji problemlərə, həm fizioloji problemlərə. Əsas odur ki, çarəsi olan bir dərddir, problemdir. Və son zamanlarda da aşırı dərəcədə çoxdur. Yəni, bu insanlar, bəzən siz də bayaq qeyd edilər zəmanəni, çox vaxt deyirlər ki, nə oldu ki, bu son vaxtlar artdı, əvvəllər yox idi bu problemlər. Əslində, müəyyən qədər zamanə, mən fikirləşirəm ki, rol oynayır burada, müəyyən qədər, məsələn, şəhər cəmaatının deyək, daha çox olur bu psixoloji problemlər. Gün ərzində günün necə keçdiyini bilmirsən. Bütün gün tıxaclar, iş, güc, sosial şəbəkələr olandan sonra artıq burada insanların vaxtı çox keçir və davamlı artıq biz özümüz də bilmədən o negativ məlumatlarla çox vaxt yüklənirik. Məsələn, yolda tıxacdır, buna əsəbləşirsən, bu yüklənir sənə, sosial şəbəkələrdən istifadə edirsən. Əvvəl, məsəl üçün, 1-2 kanal var idi, çox şeydən məlumat olmur. İndi internetə girirsən, dünyanın hər hansı bir yerində bir hadisə baş verir də, o dəqiqə biz onu görürük. Və biz bilmədən də o bizim şuur altımıza yazılır artıq o informasiya, negativ informasiyalar, xoş olmayan informasiyalar. Artıq bir müddət sonra bu da artıq psixoloji problemlərin, bu hansı ki təşviş pozuntusudur, depressiyadır, bunların yaranmağında müəyyən qədər bir tetikləyici faktor rol oynayır əslində bunlarda. Yenə də sonucda amma panik atakda, baxın, bu ölüm qorxusu, mən elə bunu sizə nəyə görsə, bu ölüm qorxusu və dəli olacam qorxusu. Bunlar əgər anidən, biz deyirik, panik atak heç bir səbəb olmadan anidən gələn bir təhlükə göstəricisi olan bir qorxudur, deyilmi doktor? Amma bunun anidən gəlməsi, təbii ki, səbəbsiz yerə, elə Elmir doktor hər zaman vurğulur ki, heç bir şey yarana bilməz, tozdan başqa. Bu yaranırsa, bizə anidən bu tutursa, bəlkə ola bilərmi ki, bu müəyyən mərhələlərlə gəlir, biz bunun fərqində deyilik, o qədər ki, özümüzdə panikanı daşıyırıq və bu bizə adiləşib, bizə elə gəlir ki, bu anidən oldu. Yoxsa həqiqətənmi heç bir şey olmadan bu anidən? Hərdən fikirləşəndə ki, insana anidən bu həyəcanın gəlməsi axı o qədər də düzgün deyil də, məntiqlə fikirləşsən ki, bəlkə bunun bir şeyimləri olur, amma biz bunun fərqində deyilik. Təbii ki, yəni heç bir şey səbəbsiz deyil. Bəzən də olur ki, pasiyentlərdə onu da qeyd edilir. Məsələn, deyək ki, hansısa bir hadisə olur, bu insan həmin vaxtı çox gərginlik keçirir və həmin vaxtı panik pozuntunun ilk atak olur, panik atak olur və deyir ki, mən bu hadisədən sonra məndə yarandı. Əslində o hadisə əslində o bardağı daşıran son damladır. O yığılıb, hansısa bir hadisə baş verdi. Artıq o son damla bardağı daşırır və həmin vaxt o panik atak olur bu insanda. Və onu da düzgün vurğuladınız. Burada fərqləndirmək üçün əslində önəmlidir bu panik pozuntunu artıq insanlar panik atak kimi deyir. Əslində panik atak müstəqil bir sindromdur deyək, bir xəstəlik deyil. Panik atak hansı ki səbəbsiz yerə olan zaman biz panik pozuntu deyirik. Başqa problemlər zamanında da panik atak əlamətləri ola bilər. Bəli, böyük bir həyəcan, böyük bir faciə yaşayır.